Ofeliya Şabanova açıqlama verməsə də, hər gün həyat yoldaşı yanımdadır desə də, bu yaxınlarda onların ailəsində böyük bir qalmaqal olub. Bu məsələ boşanmaya kimi gedib çıxıb. Yalançının başına daş düşsün, özü boyda. Və Ofeliya xanım bunu heç zaman efirdə göstərməyərəkdən Ceyhun buradadır, Allah şahidi de orada dayanır, mən gözləyir. Bu yalan nəyə lazım bir deyil bu? həftə bundan qabaq barışmışsınız. Bir həftə olar. Bildirdilər ki, bir həftədir barışmışsınız. Nə tez boşanıb barışdıq biz? Boşanma xəbəriniz yayılıb, ayrı yaşamışsınız. Yalancı, onu kim çıxarsa başına daş düşsün. Ceyhunla sizin barışığınız bir həftə bundan qabaq olub. Mən razıyam. Ceyhunu göstərin operatorlarımız. Yox, Ceyhun niyə qaçırsan? Dünya belə yalanlar mən xoşlamıram axı. Bir həftə bundan qabaq barışmışsınız siz deyirlər. Mən kiməm ki ondan küsüb barışam? Baxın, Ceyhun buradadır, amma Ceyhunun bura gəlməsi bir həftədir sizin yanınıza qayıdıb. Belə bir söhbət olub. Sən başladım, Qurtar. Mən Ceyhuna görə gəlmək istəmirəm, Aybo. Bax, deyirsiniz, mən qapıdan gələndə sənə nə dedim? Mənə əlavə xahiş edirəm, mənə əlavə suallar verin. Mən bildirdim ki, sənə bu xəbər var, mən sənə çal. Niyəsə bilmirəm, bu müğənnilər İbrahimin verişinə gələndə başlayırlar, bu şeyləri danışma. Sabah başqa proqramda olsa heç nə deməyəcəksiniz. Bu yalan söhbətdir. Yalan söhbətdir, bilirəm ki, indi... Necə? Prodüseriniz nə deyir? Bəli. Deyir ki, 10 gündür barışıblar. Ceyhunla Ofeliyanın barışığı 10 gün olub. 10 gündür ki, barışıblar. Ceyhunla Ofeliyanın ayrılmağı Ofeliya tərəfindən qərar verilib.